açıq. Bu bir canavardan qorunmaq üçün eləmişik ki, yəni nəsə qıraqdan bir hücum gəlsə, biz bunun içinə sığınaq. Sığınaq əslində o deməkdir. Kamping verilişi iki tərəfdən də səslər gəlir, bir dənə işığımız qalıb. Bir dənə işığımız qalıb, iki tərəfdən də səslər gəlir. İndi biz Qapını açıq qoymuş. Sadəcə 2 yox. deməli, bizə balıq olmasa, biz nə tapsaq yeyə bilərik. İlan, qurbağa. Bəli, indi biz əsas bizim məqsədimiz bu dəqiqə biz axşamı keçirtmək üçün bir yer düzəltməliyik. Bəli, bir yer lazımdır. Bunu da siz bacarırsınız. Amma bizim şərtimiz var ki, sən balıq tutmasan, mən sənə bu sığınacaq qoymayacağam. Sığınacaq da maşallah, sığınacaqdır. Yarım çör. Müəllim, mən yaxşısı gedim sizə kömək eləyim, ağac tapım mən. Sonra deyirlər Miriyin əlindən iş gəlmir. Tapanda tapıram hər şey. İlan qaçdı, ilan getdi. Gedəm, mən bir də o tərəfə keçənmərəm. Bu kamp eləyəcəyimiz yerdəyik. Bir yanımızda göl. Burada balığımızı tutacağıq. Burada da indi Anar bəy bizə nələr eləyəcək onu desin. Biz məsləhət görürük ki, burada axşamlamaq üçün bir özümüzə yer düzəldək, bir sığınacaq düzəldək və elə burada da həm balığımızı tutaq, burada onları bişirək və burada da gecələyək. Yəni belə deyə bilərik ki, Azərbaycanda çox az şəkildə belə verilişlər var və bu bizim verilişimizin ilk bölümüdür. Quru, yararsız ağac axtarıram ki, onlardan istifadə eləyək və biz burada bir özümüzə sığınacaq düzəldək. Axşam olmamış qarmağı atmışıq ki, nəsə əldə eləyək. Müəllim, səncə balıq olmasa biz bu gün ac qalacaq yoxsa qurbağaların səsi də gəlir ha? İstənilən bir şey çöldür, nəyinəsə qidalanmaq lazımdır. Heç nə. Balıq olmasa bu gün, deməli, bizə balıq olmasa biz nə tapsaq yeyə bilərik. İlan, qurbağa. Bəli, indi biz əsas bizim məqsədimiz bu dəqiqə biz axşamı keçirtmək üçün bir yer düzəltməliyik. Bəli, bir yer lazımdır. Bunu da siz bacarırsınız. Müəllim, bu belə ağaclar... Hə, bunlar yarayır işimizə. Yararsız, quru ağaclardır. Onu götür. Müəllim, bununla ev tikəcəyik biz. Bəli, apara çalışacağıq ki, nəsə olsun. Evimiz evimiz hazır. Baş-başa qoysuq belə ikisini olacaq ev. Elə qoy bura. At bura. Bu ev olmayacaq, bu villa olacaq onda. Birləşdir müəllim bunu. Bu oldu bizim 2 mərtəbə villamız. Müəllim, inanmıram ki, biz bundan artıqını eləyə bilməyəcəyik. Sən mənə inan. Bu iş müəllimlik. Yemək işi mənlik. Gecəni keçirmək üçün yer işi müəllimlik. İlkin bəy, bu gün balıq tutmasaq ac qalacaq. Heç birimiz qurbağa yeyən deyilik. Ac qalacaq. Balıqlar üzür, suyun üzündə üzürlər. Amma ki, hələ qıramıza dəyən yoxdur. Bu gün də hamı mənə arxayın olub. Hamı arxayın olub, heç kim yemək yeməyib ki, orada axşam yaxşı bir balıq qonaqlığı olacaq. Amma mən buradan demək istəyirəm ki, özləri bilməsə də, buradan onlara sürpriz kimi demək istəyirəm ki, bu gün heç nə yeyə bilməyəcək. Bu bizim suyumuzdur. Bunu qoyacağıq suya ki, sərin qalsın. Biri bunu sallı suya. Müəllim, bura axıb gedər. Mən arxayın olma. Bu axıb gedəcəm, mən arxayın olma. Müəllim, axşam sizə sürprizim nə olacaq müəllim? Aha. Sizə 4 dənə böyük balıq tutacağam. Axşam onun burada qonaqlığını eləyəcəyik. Görək də.
Buradan sığınacağımızın dirəklərini bastıracağıq. Müəllim, yemək işi mənli idi. Aha. Amma sığınacaq işini siz həll eləyin. Yemək işi mənim. İndi baxacağıq da. Hə, mən elə ki sizə axşam inşallah yaxşı bir burada qonaqlıq verəcəm. Amma ki sığınacaq işini xahiş edirəm yaxşı həll eləyin ki axşam mən yeməkdən sonra dincələ bilim. Amma sən yeməyə heç nə olmasa Qurbağa yeyəcək. qurbağa ye. Mənə qoymarsınız. Axşam sığınacağa məni qoymarsınız. Sığınacaqda tək qalacam. Bu şərtimiz budur. Müəllim, mən yaxşısı gedim sizə kömək eləyim. Ağac tapım mən sizə. Sən ağac tap gətirmirik. Mən ağac tapım sizə. Sən quru Çünki niyə? Denən niyə? Çünki mən balıq tutamayanda axşam mənə bu sığınacağa müəllim buraxmayacaq. Ən azından kömək eləyim. bax da. Bu da gəlmir əlimdən. İlkin bəy, az sonra bu lötkənə, bu qayıqla az sonra gedib oradan əlimlə də olsa balıq tutacağam. Əlimlə də olsa. Lazım gələcək suya girəcək. Yəni yemək işində mən uduza bilmərəm. Mən yemək işində uduza bilmərəm, sizə də demirəm. Ən sonda, videonun sonunda gecə yeməyin necə olduğunu siz görərsiniz. Anar bəy də bilir. Sonra deyirlər Miriyin əlindən iş gəlmir. Tapanda tapra ver. Başqa görək nə var gəlmişkən. İlan qaçdı, ilan getdi. Gedəm, mən bir də o tərəfə keçənmərəm. Buradan o tərəfə keçənmərəm, oradan ilan qaçdı. Siz hal-hazırda qalmağa yer edirsiniz. Miri bəy də yemək hazırlamağa çalışır, ov etməyə çalışır. Sizcə hansınız uğurlu nəticə göstərəcəksiniz? Biz hər ikimiz uğurlu nəticə göstərməyə çalışırıq. İnanıram ki, hər ikimizin də nəticəsi uğurlu olacaq. Anar bəy, bu işdə professionaldır. Mən bu budağa vurmaq istəyib, o birisi budağı qırıram. Baba, bunu qırmaq istəyirəm, müəllim, buna vurmuşam 3 dəfə. Əgər biz bunu fikirləşiriksə ki, davamlı olacaq, ona görə Miri bəy, öyrənməlisən. Bəli, mən də öyrənməliyəm. İzləyicilərimizə bizə dəstək olmalıdır. Bəli. İzləməlidir, videonu paylaşmalıdır, kanala da abunə olmalıdır ki, biz də bu işləri davamlı görək. Bəli. Daha çox uzaq yerlərə, meşəliklərə, dağlıqlara gedək, sizə çəkib göstərək. Mən daha çox müəllimin işini pozuram. Bizə indi biraz da uzun ağaçlar lazımdır, quru. Onların axtarışına çıxaq. Burada bayaq birini görmüşdüm. Bu bizim işimizə yarayacaq. Evimizin hündürlüyü nə qədər olacaq müəllim? 1 metr, 1 metrdən azmaz çoxdur. İkimiz sığarıq da. İkimiz bura sığacaq. Bəli. Daha çox müəllim bu elə bir idman yerlərində Paralel bu. Bəli. Onun üstünü örtəcəyəm. Onun üstünü örtəcəyik. Ona görə bizə qamış lazım olacaq. Aha. Mən onların hamısını onları həmişə mən təşkil eləyəcəm.
Mən qamışları biçəcəm, sən gətirəcəksən. Hə, Getdik qamış biçməyə. tamam. Elə buradan biçmək olar. Bəh. Müəllim, bundan altımıza sərsək necə? Axırda onun üçün də yığacağıq. Əlimi nə yapıram, xarab eləyirəm. İlkin bəy, bizim evimizin üstünü çəkin. Müəllim, evi biraz elə bir əyri eləmişsiniz. Qamışlar yerə tökülür. Yoxsa mən Sən qamışı ora qoyma, özüm düzəcəm. Hə. Onun ortaya birinci ağac qoyacağıq. onsuz da Ondan əlimi nə sonra- yapıram, mən xarab eləyirəm. Qamışları qoydursun orada. Və əminəm ki, bu işdə qalib. Müəllim, bu videomuza Bəli. 1K bəyəni gəlsə, gələn səfər ən çətin Azərbaycanda o ya meşəlik olsun, ya dağlıq olsun, o ərazidə çəkilir. Təbii biz yəni İzləyicilərimizə buradan söz verdik. izləyicilərimizə belə söz veririk ki, biz daha Çətin çətin şəraitdə şəraitlərdə bu cür deməli verilişimizi verilişimizi çəkirik davam inşallah. eləyəcəyik, çəkəcəyik. İzləmədə qalın. Əslində mən həm də bunu bir istirahət bilirəm. Biz bugün birlikdə həm istirahət eləyəcəyik, həm də izləyicilərimizə hər bir kəsin çətin şəraitsiz vəziyyətdə düşdükdə necə o vəziyyətdən çıxacağını göstərəcəyik. Müəllim, ov işi ilə məşğul idim. Aha. Birazdan görəsiniz. Deyən qarmağım dəyir. Oynama onunla, oyuncaq deyil. Vay müəllim. Bir danış ha. Dayan, hələ bir oturum. Allah amanı, Allah deyə gəlmişəm. Bu da rol. Allah. Hal-hazırda gedirik indi Anar müəllimlə, Anar bəylə gedirik. Anar bəy, bundan istifadə edə bilirsiniz döndərmək. Arxa-arxaya nə qədər arxa-arxaya nə qədər gedəcəyik müəllim. Fırlayaq bunu qabağa. Gecə düşməmiş, hava qaralmamış. Müəllim, gecə Gedək gölün o tərəfində quru ağaclar var. Onlardan yığaq gətirək, bəli. evimizi düzəldək. Yəni Sığınacağımızı. yemək işində müəllim. Axırı unudunuz Yemək siz. işindən mən Bəli, sənə umudam. bəli. Bu əksinə işləyir müəllim, onu da deyim sizə. Gedirik suyun kənarı ilə. Yəni belə istirahət görülməyib da heç bir yerdə görülməyib. Ac qalmasaq hər şey möhtəşəmdir.
Gəlib ilişmişik qamışdıqda park yerinə az qalmışıq amma. Çox geri eləyək. Müəllim üstün başın palçığın içindədir. Balıq da dəyir. Müəllim də Anar bəy də mənə deyir ki, axşama yemək hanı? Hələ axşam olmayıb. Hələ ki axşam olmayıb. Buradan lığ tapmışam biraz. Bu lığdan bitirəm ki, sığınacağımızın üstünə atım bununla. Artıq hava qaralır, gün batır hətta. Bunu hazırlamaq üçün tələsməliyik. Axşama yerimiz də var. Müəllim sığınacağımızı düzəldib da sərə yerə. Müəllim, Ay can. bunu sizə gətirmişəm. Oğulsan sən. Çox gözəl. Oy, balıq hələ dəyməyib. Bu gün acıq. Qurbağa da tapanmadım. Bu gün acıq. Sən, mən bilirdim elə sən bizi bu gün acı qoyacaqsın. Səslər gəlməyə başlayır. Axşam düşdükcə artıq qəribə səslər gəlir. Hansı heyvanda bilinmir səslər gəlməyə başlayır. Bu da bizi canavardan qoruyacaq möhtəşəm sığınacağımız. Canavar gələndə oturacaq burada duel edəcəyik ki, çox yaxınlaşmasın, hə müəllim? Hər halda bir açıq havadansa bu yaxşıdır. Bəli. Yəni Çox möhtəşəm bir yerdir. Amma müəllim, bizə nə lazımdır? İndi onu deyim. bizə Bu ocaq. hal-hazırda həm bizə ocaq lazımdır axşam üçün, həm də burada çox ağcaqanad var. Ona bir çarə tapmaq lazımdır, çünki həqiqətən çoxdur. Mən də fikirləşirəm ki, onun üçün neyniyək? Hər halda fikrimdə bir şey var. Onu həyata keçirmək üçün nələrsə axtarıram. Müəllim, burada sığınacağımızın içinə ilk girən heyvanlar ağcaqanadlar oldu. Həqiqətən gecələmək olar. Burada yəni belə bir əlverişsiz şəraitdə bunu düzəldib ərsəyə gətirdiksə böyük bir şeydir. Elə burada gecələyəcəyik. Deməli, bugün qismətimizdə balıq olmadı. Ona görə məcbur ac qalmamaqdan ötürü bugünkü yeyəcəyimiz yemək xiyar pomidordur. Özümüzlə gətirdiyimiz xiyar pomidor bugünkü yeməyimiz olacaq. Və artıq yavaş-yavaş ocaqda qalamağa başlamışıq. Üstündə çayımız da dəm alır. Çörəyimiz var, xiyarımız var, pomidorumuz var, bir də çayımız. Bu günümüzü səhərdən axşama və digər səhərə qədər bu ərzaqlarla keçirtməyə çalışacağıq. Mən arxayın olan, yeməyə görə arxayın olan arxayın olmasın. Müəllim, maşallah bizim bugünkü sığınacağımız həqiqətən möhtəşəm. Qoruyur da səndə. Yaxşı. Çox otaq bir salon. Bəli, çox möhtəşəm bir sığınacağımız var. Çayımız dəmlənir. Çayımız qar. Yeməkdəki bugün məcbur olaraq pomidoru xiyar yeyəcəyik. Gözləyək bəlkə hələ düşə bildi də Hə. balıq. Düşməsə. İndi qayıqla gecə də olsa gedəcəm ortaya. Amma bizim şərtimiz var ki, sən balıq tutmasan, mən sənə bu sığınacağı qoymayacağam. Sığınacaq da maşallah sığınacaqdır. Yarım çöl.
Yarı hissəm çöldə qalıb. Müəllim çayımız amma çay yaman gedəcək. Say. Hə. Silahımız da var. Bununla 2 canavar bir ayı. Müəllim indi biz bu canavardan bilərik. qorunmaq üçün eləmişik. Qabaq tərəf açıq. Bu biz canavardan qorunmaq üçün eləmişik ki, yəni nəsə qıraqdan bir hücum gəlsə biz bunun içinə sığınaq. Sığınaq əslində o deməkdir. Müəllim mən indi yatıram biraz dincəliyim burada. Çayımız hazır olana qədər Bu gecə dincələr. mütləq növbə ilə yatmalıyıq. Yox mən çox yatmayacağam. Balıq demişəmsə tutacağam yox balığı. 1 saatdan sonra sən oyadıram, sonra mən yatıram. İnşallah. Mən amma güvən olmaz ey müəllim. Bir də gördün yuxlayıb qalmışam, nəsə üstümüzdə oynayır. Bir qarmağa dəymədiyi üçün bir neçə qıra atmışıq, hamısı spilnikdir. Bu dəqiqə burada 4 dənə spilnik atılıb, bir dənə də ilk atdığımız qarmağa atmışıq. Hələ balıq dəymir. Artıq axşam saat 11 olub və bütün gecə buradayam. O balığı mən tutacağam. İndi çayımız da burada qaynayır. Anar bəydə artıq ocağımız biraz demək olar ki sönüb. Onu indi qalamağa çalışır yenidən. Yenə də tuta bilməsəm, yenidən qayığa minib tən ortalarda bir yerə gedəcəm. Hal-hazırda orada da bir dənə nəsə ağ belə heyvan görürəm. Nə olacağını bilmirəm. İşıqda görünür. Özü hərəkət eləyir. Çərkələr var, amma bu nədirsə? Anar bəy, o nədir orada? Siz bilərsiniz. Tam işığımın düşdüyü yerə baxın. Bax, ağ nəsə var ya orada. Nə ola bilər o? Özü də elə bir hərəkət eləyir. Bir yaxşı çay içək. Özümüzə gələk. Yemək də hələ yeməmişik. Pomidor xiyarımız olduğuna nəfsimiz hələ çəkməyib. Hələ ki o balığın arzusundayıq ki, bir də ağçalı tutuyduq burada yeydik. Hə müəllim? Görək də. Ocağımızda bir qəşəng qızardıydıq onu. Görək balıq tuta biləcəyik. Artıq 4 dənə spilniklə atmışıq. Bəli. Ha, o da tutmasa demək ki heç qismətimizdə yox imiş. Əlimizdə soyuq silahlarla gedirik. Niyə odunumuz bitib? Artıq gecənin yarısı odunumuz bitib. Odun axtarmağa çıxmışıq. Müəllim, çox səs çıxartma, müəllim. Müəllim, çox da səs çıxartma, müəllim. Yəni bu canavar və yaxud başqa heyvan gəlsə, mən lapatqanla heç eləyəməyəcəm ona. Mən ona görə səs eləyirəm ki, o bizdən qorxma. O ilə qırmızı nə görünür o elə? Nədir o? O qırmızı həqiqi nədir? O nəyə oxşayır? Bəlkə aydı o. Nəsə Dolunaydı, özə bu gün dolunaydı deyəsən. Dolunaydı. Qıpqırmızı ay. Qırmızı ay. Burada da mən odun görmürəm. Bayaq bu yerlərdən tapmışdıq odunu da. Müəllim, bunlar yanmır. Baxaq görək qurudu mu bunlar? Qurudu hamısı. Kəsilib çıxıb. Əla. Aha, Var, bunlar yaxşıdır. bəs eləyir. Baxın buna. Hə, bunların hamısı qurudur. Ha, getdik. Bunlar işimizə yarayacaq. Yarayacaq mı? Əsas odur. Bəli. Sən qarmaqlara bax. Görək. Müəllim, bu silahımı qoyum yanımda saxlayım. Əsas məsələ budur. Əsas budur. Bəli, bizim Bellə dəhrə bizim bugünkü əsl müdafiə silahımız. Bəli, müdafiə silahımız bulardır. Heç nə yoxdur hələ. Yox, səs-səmir yoxdur. Heç birindən səs-səmir gəlmir. Sakitçilikdir. Qarmağımıza hələ heç nə düşməyib. Balıqları da görürük ya. Artıq. Suyun üzündə balıqlar görünür. Amma dəymirlər. Mən biraz dincəlim, istirahət eləyim. Bəli, siz biraz yoruldunuz bugün. Hə, sən çay qaynayanda xəbər ilə duraq bir çay içək. İnşallah. Siz dincəlin, onda mən də hələ balıq. Bax, inşallah ki, görürəm. balıq da düşər. Elə məni yuxudan sevindirib oyadarsan. Amma müəllim bir söz deyim. Hal-hazırda oradan nəsə qəribə səslər gəlir. O söz deyə bilən həqiqətən nəsə ürkür, bilinir ki, orada nəsə var. Qəribə səslər gəlir. Nəsə narahat olub eləsən, tez oyat məni, nədənsə. Müəllim dəhru alıb. Mən bellə, sən də dəhrənə. Üstünə hücum çəkərik. Ehtiyatlı ol, nəsə səs-səmir gəlsə, nəsə bir qoruyuram. təhlükə. Hə, o möhtəşəm sığınaqda
Sığınağın da möhtəşəmdir, qoruyucun da möhtəşəmdir. Fikirləşdin indi sən. Sağ ol. Onda, Nəsə olsa mən maşın qaçacam. onda rahat yata bilərəm. Heç olmasa onda dəhrə yanında saxlayım silahımı. Çayın içində ağca qanatlar var. Ağca qanat. Başqa nə heyvanı var? Sən azca o şey odun tərpət qoyuşa yaxşı şaqqıllasın, qaynasın. Doğrudan belə yerdə çətin, əlverişsiz şərait olsa da, amma macəralarla dolu bir gecədir. Nəsə var orada. Of, müəllim çayımız hazır oldu. Əla, əla. Bəh, bu nədir? Çayımız hazır oldu. Həqiqətən ətri də möhtəşəmdir. Çox gözəldir. Və bu abu havada, bu belə deyim də təbiətin qoynunda bizim bu kamp günümüzə mənə görə ən çox çayla yaraşan Azər Şəkərin bu möhtəşəm qəndləridir. İstədim bununla, bu çayımızı da bununla içək. Deməli, artıq saat 12-yə gəlib. Gecə keçir. Bəli, yavaş-yavaş belə deyək, yatmaq vaxtıdır, amma biz yatmayıb Çünki indi. acıq. Bəli, acıq balıq da yoxdur və qarmağımızı götürüb gölün ortasına qayıqla gedib orada balıq tutmağa çalışacağıq. Müəllim, səncə olarmı elə? Yoxlayaq, az Gedib onu da qalmaqdansa Aha. bir yoxlamaq Bəli. daha məqsədə uyğundur. Çayımızı da içdik qəşəng. Çay içmişik, qəşəng çay içdik, ocaq çayı. Yanında Çox gözəl idi. yanında da Azər Şəkərin. yanında da Azər Şəkərin bu möhtəşəm qəndi. Çayımızı içdik, gecəmizi həqiqətən gözəlləşdirdi. İndi də qayıqla gedirik balıq tutmağa. balıq olmuş. İş çəkmək üçün, 15-20 dəqiqəlik video çəkmək üçün baxın bu qədər riskləri göz alırıq. İki tərəfimizdən də hal-hazırda güclü səslər gəlir. Yəni nə səsidir bilmirik də, inanın bilmirik. Bu tərəfdə işıq var. Bu tərəfdə tuta bilmirik ki, bu tərəfdən gələn səs nədir? Yəni indi bəzən deyə bilərlər ki, media işi asandır. Amma media işi asan deyil. Həqiqətən asan deyil. Deyərdim ki, gedək biz yavaş-yavaş gölə. Gedək. Gedək gölə. Məncə gölə getmək daha təhlükəsizdir, nəinki burada. Bəli, hal-hazırda qalmaq. gölə getməyimiz bizim üçün də təhlükəsizdir. Gəl bura Deyir ki, işığı. bir dənə ilan var idi suyun içində. Gəl bura işığı. Həqiqi çox böyük idi. Deməli çox böyük bir ilandan rastlaşdıq. Bayaqdan səs eləyən axtarırdıq. Bayaqdan səs eləyən heyvan axtarırdıq ki, nəsə bir tərəfdən səs gəlir və onu da gördük həqiqətən. Çox böyük bir ilan idi. İndi işıqlarımız da sönüb, hamısı işıqlarımızın gətirdiyimiz, özümüzlə gətirdiyimiz televiziya kanalının işıqları sönüb. Çünki biz neçə saatlardır buradayıq, artıq saat gecdir. Monofon ola bilər. İşıqlarımız sönüb. Biz də gəlincik çıxmışıq dünyanın axırına. Bildiyimiz dünyanın axırına gəlib çıxmışıq, veriliş çəkirik. Kamping verilişi. İki tərəfdən də səslər gəlir, bir dənə işığımız qalıb. Bir dənə işığımız qalıb, iki tərəfdən də səslər gəlir. İndi biz... Dacı Qapıyı niyə açıq qoymuş? Qapıyı niyə açıq qoymuş? Dacı 2 yox 3. Bəli. Müəllim get, hop, sən idin müəllim deyən. Hə, Hər hə. tərəfdən səs gəlir ha. Sığınağımızı da, müəllim bir dənə sığınağımızı göstər. Bura yandır da. Yəni bizi bu qoruyucu idi. Sən gördünmü? Bizi bu qoruyucu. Müəllim onun həqiqətən çox böyük. Bu boyda. Baba. Baba başı bu O belə yoğurtluğunda bir- var idi. Əjdaha Yəni kimi özü idi. suyun üzü ilə Öz gedirdi. çox sürətlə getdi. Suyun üzü ilə də gedirdi. Elə bizim məqsədimiz də bu təhlükələri, bu riskləri göstərməkdir. Müəllim arada o tərəfə tut. Bu Mən də sudan deyirəm. zərər yoxdur, sudan heç bir təhlükə gəlməz. Arada o tərəflərə tut. Bu tərəfi sadəcə görmürük, bu tərəf görünmür. Yəni xırıltı gəlir hardansa. Hardansa xırıltı gəlir. Ocaq da söndü. Üzü o tərəfdən müəllim xırıltı gəlir. Bayaq üzü bu tərəfdən xırıltı gələn xırıltı indi o tərəfdən gəlir. Üzü maşın tərəfdən müəllim işığı gətir mən gedirəm, soyuq silah əlimdə gedirəm. Müəllim işığı amma məndən qabaq ver ki, işığı məndən qabaq verin ki, görüm orada nə var. İşığı məndən qabağa verin, görüm nə var orada. Bizim biz- dəhrəmiz alın, digər Biz soyuq bura silahlı. gələndə kameramız açıqda yəqin ki. bəli. Biz bura gələndə bizə dedilər ki, burada canavar sürüləri ola bilər. Həqiqətən bu sözü dedilər biz bura girəndə. Dedilər bu ərazi elə bir ərazidir, canavar sürüləri ola bilər, amma yenə də gəlib girmişik biz. İşıqlarımızın hamısı sönüb, hər tərəfdən
təhlükəli səslər gəlir. İndi siz eşitməyə bilərsiniz. Fikirləşərsiniz ki, beyinlərində qururlar, bunlar danışırlar. Elə bir şey deyil da. Yəni ilanı gördük, böyük ilan gördük. Artıq 3 nəfərik, üçümüz də ayaq üstəyik. Artıq ayaq üstəyik və iki tərəfimizdən də xırıltı səsi gəlir. Kartuşka, pomidor, xiyar. Biz balıq ovuna gedirik də qardaş. Az qalmışıq. Deyən müəllim. Gecə saat 1-ə işləyib. Biz artıq o qədər acmışıq ki, burada balıq çıxmadığı üçün göldə balıq tutmağa gedirik. Müəllim arxa-arxaya, müəllim arxa-arxaya. Sükan səndədir da müəllim. Müəllim arxa, müəllim biz qabaq-qabağa gedirik. Deyəsən sən tərsin eləyirsən müəllim mənə qınama. İndi qabaq eləyək. Qabağa? Hə. Ya Allah, bismillah. Qabaq eləyək. Bismillah. Qarmağımız burada, çərkəmiz burada. Qabaq eləyək. Operatorumuz burada. O qədər əziyyətlər çəkirik ki, Allah'ın olsun bir veriliş ərsiyə gətirmək üçün görün bizim əziyyətlərimizə baxın, əziz izləyicilərimiz. Görün biz nələr çəkirik. Gecə saat 1-ə işləyib. Biz girmişik. O tərəfə gedək müəllim, sol tərəfə işsiz. Sol tərəfə gedək. Bu əksinə mən bilən dönürə. Qayıq əksinə dönür. Oradadır. Biz suyun içində müəllim, orada maniyələr var, ehtiyatlı olun. Orada maniyələr var. Biz yan baxmayın müəllim. Düz ayo o tərəf elə dönür axı. Bu əksinədir müəllim. Vəziyyət çox. Amma sizə bir söz deyim. Bura ən güvənli yer bax buradır. Qayığın içindəyik. Gedirik, qarmağımızı da atacağıq buralığa bir yerə. Biraz burada istirahətimizi eləyəcəyik. Suyun içində dincələcəyik. Burada ataq qarmağı. Elə burada da gözləyək. Yox, gedək. Gedək? Hə, gedək. Sükan məndədir. Sükan məndədirsə narahat olmayın. Bu dəqiqə harasa girəcək. Sükan məndədirsə harasa gedib dəyəcək. Yanımızda qoruyucu bir dənə dəhrəmiz var. Qız probkadadır isə. Çaqqallardır. Bax ki getmə deyə ora. Nəsə düşüb? Yox, oy, çaqqal sürüləri gəlib. Səs düşdü də o çaqqal səsləri düşdü hamısı. Özdə bizim kampın yanındadılar. Yaxşı biz qayıqdayıq. Elə bəlkə də bayaqçı xırıltı o idi. Bizim kampın yanındadılar. Biz biraz ortaya gələn kimi artıq o səsləri eşitdik. Bax. Ya? Bax. Tam bizim kampın böyründədir. Gecəmizi burada keçirməyə qərar verdik. Yaxşı ki, qayığa minmişik. Bizim orada qurduğumuz düşərgənin ətrafında artıq çaqqal sürüləri var. Və məsləhətləşdik ki, gecəni də bu qayıqda keçirdək. Sadəcə tək təəssüfləndiyimiz şey, özümüzlə nə su götürmədik bura, nə də o çörəyimiz, pomidorumuz, xiyarımız. Ən azından bu gecəni burada keçirdərdik. 7 saat, 8 saat biz qayıqda gölün tam ortasında dayanacağıq. Çünki həqiqətən kənar yerlər, səslər də hələ də davam edir. Kənar yerlər çox təhlükəlidir bu dəqiqə. Saat gecə 3-ə qalıb 14 dəqiqə. Biz hələ də balıq tutmağa çalışırıq. O fosforlu gördüyünüz probkamı, balburu görürsünüz. Fosforlu balıq tutmağa çalışırıq. Saat 5'e işləyib. Bir əlimdə qarmağı tutmuşam. Sükanı tutmuşam bir əldə. Bir ayaqlarımla da gecə saat 5'e işləmiş qayıq sürür. Veriliş belə olar. Ona bax gəlir. Arxamızdan gəlir. Sonra deyirik ki, balıq tutamırıq. Belə balıq tuturlar. Səsə balıq qalar. Gün çıxır yavaş-yavaş. Artıq biz də yorulmuşuq. Həddən artıq çox acıq. Yəni nə qədər çalışdıq, balıq da tuta bilmədik. İndi gedirik.
Yenidən ocağımızı qalayıb səhər yeməyi yeməyə pomidor, xiyar, yəni dünən axşam demək olar ki, heç nə yeməmişik. İndi gedirik pomidorumuzu, xiyarımızı yeməyə. Gedək çıxaq artıq. Gün batımında da biz buradaydıq. Yox, gün batımında burada değildik, digər tərəfdəydik. Gün doğumunda da gördüyünüz kimi hamısını sizə göstərdik. Videomuzda demək olar ki, bir gecənin hamısını videoda qayıqda keçirdik. Çünki həm ən təhlükəsiz yer kimi buranı seçdik, həm də hava sərin idi, çox maraqlı idi gecə. Balıq tutmağa çalışdıq, yenə tuta bilmədik. Onun üçün düşünürəm ki, videomuz çox gözəl alındı. Ne olsun, ne? Kartoflarımız axşamdan közün içindədir, hazırdır. Artıq külə külə dönüb. Yəni bizə burada yemək qismət olmuyor. 2 dənə xiyarımız, 3 dənə də pomidorumuz var. Bəs Biraz da oldu. çörəyimiz. Videomuz bura qədər idi. Həqiqətən çox maraqlı və yorucu bir axşam keçirdik, gün keçirdik. Amma düşünürəm ki, bir o qədər də maraqlı idi, nə qədər yorulsaq da. Əlbəttə, sərgüzəşt dolu bir gecə keçirdik həqiqətən də. Amma çox yorulmuşuq. Videomuz bu qədər. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Təşəkkür edirik əziz izləyicilər.